Başlayaq. İmtahan suallarına baxırıq. Bəli. İmtahan suallarına baxaq bir yerdə. Mən suallara baxdım, belə yəni biraz çətin idi elə bil bu imtahan. Keçən imtahanki kimi deyildi. Bu Məsələn, da orada bir 6 2 gün mart idi. kimi idi. Bu çox Birincisi çətin idi. kompleks Bəli. sualları idi. 2 mart həqiqətən su kimi idi. Yəni mən sualların nisbətlərini müqayisə elədim. Gördüm ki, həqiqətən yəni xeyli fərq var. Xeyli ha. 9 Bu mart haqsızlıqdır. məncə də. Biz suallar axıcı deyil. Hamısı axıcı deyil. Yəni düz axıcı suallar qoymuşdu gözdən pərdə asmağa. Amma gördüm ki, bəzi suallar axıcı deyil. Məsələn 61 Kompleks məsələn çox çətin idi. bax Çox bu çətin deyil, birinciyə nisbətən çətin idi. AS sual. Bəli. Və 61-ci sual var ha. Düzdür, çətin sual deyil. Məsələn deyirik, kəsişməsi boş olmayan A və B çoxlular üçün, yəni bunların kəsişməsi boş çoxludan fərqlidir. O deməkdir. Yəni bunların kəsişməsi boş çoxlu deyil də. Fərqli boş çoxlu. Olan A və B çoxlular üçün n yazır ki, A fərq B bərabərdir 6, n B fərq A bərabərdir 4 olarsa deyir, n A birləşmə B-nin ən kiçik qiymətini tap deyir. Bu çətin sual deyil, değil mi çətin? Amma məntiq tələb edən sualdır. Məncə buraxışa belə suallar salmaq doğru deyil. Axıcı suallar salmaq lazımdır. Düstur tələb edən suallar salmaq lazım. Bu buraxılış deyil, bu blok deyil. Yəni bu cəmaət belə qarışdırır desən, aləm qatırlar bir-birinə. Bunu eyni dairələrin köməyi ilə daha yaxşı göstərmək mümkündür. Belə kəskin eyni dairələrin köməyi ilə. Məsələn, bu A çoxluğudur uşaqlar, bu B çoxluğu. Dəfələr işləmişik belə. Var, test topusunda belə sual var. Yəni bu NA fərq verir, yəni bu ərazi. Yəni yalnız A çoxluğuna daxil olan ərazidir. Yəni yalnız A çoxluğunun elementləri burada olur. Bu orta hissə hər ikisinin daxil olan elementləri, yəni kəsişmədir. NA kəsişmə B-dir. Yəni A və B çoxluqlarının kəsişməsinin elementlər sayını burada yazırıq. Bura isə yalnız B çoxluğuna daxil olan elementlərin sayıdır. MB fərq A. Burada A fərq B-nin 6 verir. Ona görə buraya yazıram 6. MB fərq A-nın 4 verir. Buraya yazıram 4 uşaqlar. Deməli, bizdə deyir ki, birləşmənin ən kiçik qiymətini tapın deyir. Birləşmə də bu 3 hissənin cəmidir. Düzdür? Bunların kəsişməsi boş çoxluq deyilsə, mən bura ən azı bir dənə element yazmalıyam. Çünki bizə birləşmənin ən kiçik qiymətini istəyir. Orada ən azı bir dənə ortaq element olmalıdır. Ən azı. Yenə deyirəm, çətin sual deyil. Amma hər adamın da yəni dərk edilməyəcəyi bir sualdır. Yəni bu biraz üst səviyyədir də, yəni birləşmə desəydi, məsəl üçün birləşmə burada hamı üçün toplayardı cavab tapardı. Amma belə məsələlərdə bu məntiq tələb eləyir. Ona görə NA birləşmə B bərabər olacaqdır 6 plus 1 plus 4. Yəni bura ən azı bir dənə element yazmalıyıq. Ən azı. Çünki ən kiçik qiymət istəyir birləşmə. Bu da olacaqdır 11. Belə. Yəni bu sualın cavabı 11-dir. Yəni A bəndə olacaq. Bu fikrimi izah edə bilirəmsə uşaqlar, başa düşürsünüz nə deyirəm? Yəni yəni bu ümumiyyətlə N A fərq B, N B fərq A deyən kimi mən həmişə demişəm sizə, düstura qaçmayın. Elevin dairələrinə kömək işləyin. Keçən dəfəki imtahanda da bu elevin dairələrinə bağlı sual düşmüşdü. Yadınıza gələrsə, məsələ var idi. E, müəllimlərlə şagirdlər nəsə arasında bir məsələ var. Kitabiri ilə harası getib, Şuşaya getdilər, nə etdilər, gəzdilər. Müəllim kollektivi. Yadınıza gəlmir ki, 2 martda olan sual. Bəli, bəli, müəllim. Bax, orada da elmi dairələrin köməyini işlədi. Mən izahda da elə göstərmişdim. Eyni dairələrin köməyi. Bu çox müqəddəs üsuldur. Yəni hər cürə keçərlidir. Özü də göz önündə olur yəni. Bu belə. Yəqin ki 61-ci sual artıq sizin üçün aydın oldu. Aydınsa Bəli, ki müəllim, aydın. növbəti 62-ci sual. 62-ci sual heç danışmağa dəyməz. Bunu Hə, yazmayın. müəllim, onu eləməyə yazdı, asan bir şeydir. Hə, bunu bilməyən uşaq ümumiyyətlə imtahan getməsin də. Bu demək Bəli. bunun xəbər yoxdur. Burada 5 deyə qruplara ayırın. 5-i orta vuruq çıxardarsınız. Orta vuruq çıxartdıqdan sonra hər bir ədəd orta vuruğu bölsək, burada qalacaq 5, burada çıxılsın A. Və ən sadə sual. Yəni bu yazmayan deməli 11-ci sinif deyil heç. Sonra keçdik 63-cü sual. 63-cü sualda cədvəl verilib uşaqlar. Deyir ki, cədvəldəki ədədlərin hansısı irrasional ədədlərdir. Mən irrasional ədədləri sizə necə ifadə eləmişdim? İrrasional ədədləri. Kök altından çıxa bilməyən ədədlər demişdim, bir irrasional ədədlərdir. Bir də pi ədədi demişdim, irrasional ədəddir. Y ədədi irrasional ədəddir. Bu dərsi sizə keçmişəm. Bir də kök altından çıxa bilməyən ədədlər. Yəni bunun tərifi belədir əslində. Sonsuz dövrü onu kəsir şəklində yazıla bilməyən ədədləri irrasional ədəd edilir. Mən sizə demişdim ki, irrasional ədədlərin kəsr hissəsi sonsuz davam edir, amma dövrü deyil. Bax 41, 42, 43 nizamsız olaraq nə edir? Davam edir. Burada cəmi istənilən ədəd var. 2, 4, 6, 8, 10 dənə.
10 dənə ədəddən, 10 dənə ədəddən neçəsi irrasionaldır? Deməli, pi irrasionaldır, kökdə 3 irrasionaldır, kökdə 9 irrasional deyil, çünki 3 çıxır. Mənfi kökdə 2 irrasionaldır. Sonra 3 kökdə 5 irrasionaldır. Deməli, qalan hamısı rasionaldır. O saf dövrü 10 kəsrlərdir, qarşı dövrü 10 kəsrlər. Ümumiyyətlə dövrü 10 kəsrlər rasional ədədlərdir. Dövrü təkrarlana bilirsə, məsələn, bir tam dövrdə 6 nə deməkdir? Burada 6-lar təkrarlanır. Dövrü təkrarlana bilən ədədlər rasionaldır. Rasional nə deməkdir? Rasional. Yəni qaydalı. O ingilis nə var? Qaydalı feillər və qaydasız feillər. Qaydalı feillər necə deyirlər ingiliscə? Qaydalı feillər. Ne bunlar? Regular, bəli, belə yazılır. Regular verb. Qaydası necə yazırlar? Irregular. Aysa. O sözdən gəlir də elə. Qaydalı, qaydasız. Regular, yəni rasional budur. Yəni qaydalı, rasional qaydalı. Qaydalı olan hissəsi hansıdır? Yəni dövr hissəsi təkrarlanandır. Irregular, irrasional. Yəni orada dövr hissəsi görürsüz təkrarlanmır. 41, 42, 43. Bax belə. Deməli burada neçə irrasional ədəd oldu? 1, 2, 4, 5 dənəsi. Onda 5. Bu da ixtisar parağında 2 1. O da olacaq 0,5. Yəni cavab A bəndə olacaq belə. Bax bu şəkildə uşaqlar. Yəni bu sual desəm ki çətindir. Əlbəttə çətin deyil. Çox sadə sualdır. Mən 5 dənəsi yox, müəllim, 4 dənəsi. 4 dənəsi. Mən istəyirəm 1, 2, mənə kötəki 3 kötə 5 deyil. Nətər? Hə 4 dənəsi. 3 düz istəyirəm. 4 dənə saymışam, 5 dənə deyirəm. Bəli, 4 dənəsini çərçivə almışam uşaqlar. Bağışlayın. Buranı düzəldək. 4 dənə cədvəldə çərçivə almışam, deyirəm 5 dənə. Onda deməli olur 4, ixtisar gedəndə olur 0,4. Yəni onu kəsə çevirin. Yəni cavab olacaq C-dən. Bəli. Keçək növbəti 64-cü suala. 64-də görək nə deyir bizə. Bu da sadə bir çalışmadır. Burada problemli bir şey yoxdur. Kök altında, var kök altında. Yəni 11 çıxılsın kökdə 21. Vurulsun. Mən sözünüzü kəsirəm. Bir qapalı sual neçə bal verir? Neçə bal verir uşaqlar? Yadımdan çıxmıyor. Ümumiyyətlə mən bala baxmır, fikir vermirəm. Ancaq sayı fikir verirəm. Orada çünki biri yarımçı yazır, biri nətə yazır. Ona görə fikir vermirəm. Ancaq mən şeyə baxıram. Saya, neçə düzgün var, neçə səhv var. İnşallah bilirsinizsə deyə bilərsiniz. O baxıb öyrən deyərəm sənə, narahat olma. Burada uşaqlar, köklərin dərəcə eynidir ikisi də və ortada vurma varsa bir kökün altına vura bilərsiniz. Bir kökün altından yenirik, vura bilirik. Bölmə, vurma olanda bir kökün altına vurub bölmə olur. Bərabər. Bu da kvadrat kök altında olacaq. 11-in kvadratı, kvadrat fərqi, yəni çıxar kökdə 21-in kvadratı bərabər. Kvadrat kök altında bu edəcək 121 çıxılsın 21. Bu da olacaq kvadrat kök altında 100, bu da çıxacaq 10. Yəni bunu yaza bilməyən uşaq deməli heç 10-cu sinif deyil. 9-cu sinif deyil. Qaldı ki, elə 10-11 olsun. Cavab olacaq yəni A bəndidir. Bu da yəni stabil, sadə bir sualdır. Davam edək uşaqlar. Keçək növbəti 65-ci sual. Burada nə deyir bir dəqiqə? 65. Deyir ki, şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. Bax, şəkər çuğunduru yazıram. Şəkər, lap açıq yazıram da. Şəkər çuğunduru. Şəkər çuğundurun tərkibində deyir, onun kütləsinin 20% qədər şəkər var. Şəkərdir, qalan bilmirəm. Şəkər, bir də yazıram digər. Şəkər şirinliyi. Şəkər çuğunduru bütöv olaraq 100% götürülür uşaqlar. Bütöv nədir? 100%. Bu 100% şəkər çuğundurunun 20% şəkərdir. Digər payda olacaq 80% nə bilim onun nə bilim o bitki hissəsi də belə deyil. 20% şirinlikdir yəni. Sonra deyir ki, 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır? Şəkər. Bilmirəm, X, heç nə, çarpaz vurursan tutaraq gedir. Yəni bunu bu yolla yazsaz, yəni daha qənaətbəxşdir. Bu da olacaq 80 vurulsun, 20 bölünsün, 100. O da olacaq 16 kiloqram, 16 tonda. 16 ton nə olacaq? Şəkər alınacaq. Cavab olacaq, yəni B variantı. Bu da yəni stabil, sadə bir suallardan. Desəm çətindir, çətin deyil. Yəni birbaşa Salam müəllim. salam. Yəni birbaşa 80-də 20%-ni tapa bilərdiniz yəni. Mən tənasübə yazdım ki, daha sizə aydın olsun. Nəsə, keçək indi 66-cı suala uşaqlar. 66-ya baxaq. Y-in hansı qiymətlərində Y axtaracaq? Yazır ki, Y çıxısı 2, nöqtəyə verici modulda 3 çıxılsın Y modulda. Nöqtəyə verici 6 çıxsın Y. Ədədləri deyil, ədəd silsilən ardıcıl hədlərdir.
Hə, ardıcıl hədlər isə deməli bu A1-dir, birinci həddir. Bu ikinci hədd A2-dir. Bu da A3, üçüncü həddir. Ədədi silsilənin hədləri bağlı nə xassəni burada tətbiq edə bilərik? Hansı xassəni sizə tətbiq edə bilərik uşaqlar? Kim deyər? A2 minus A1-i, A2-dən A1-i çıxıb D-ni tapa bilərik. Niyə? Ədədi silsilədə biz bilirik ki, ortada duran hədd A2 özündən əvvəl Bəli. Bir və A plusun yarısına bərabərdir. bəli. Bir plus Ö- üç. Ortada duran hədd özünə əvvəl və sonra gələn hədlərin cəmi yarısına bərabər. Orada hardan alınırdı? İndekslərə görə. Ədəd silsilədə demişdimizsə 2 bərabər ədəd silsilənin indeksləri üçün 2 bərabər 1 plus 3 bölünsün 2 şərti ödənərsə, yəni, onda özünün hədləri üçün də həmin sırada duran hədlərin qiymətləri üçün də o düstur ödənmiş olur. Budur da. A2-nin yerinə yazırıq indi. Deməli, qələmimizin rəngini dəyişək. A2-nin yerinə yazaq. Modulda 3 çıxılsın y bərabərdir. A1-in yerinə yazırıq y çıxılsın 2. Üstə gələk A3-ün yerinə yazırıq 6 çıxılsın y bölünsün 2. Bu rahat sual idi. Yəni bu yazmama eyibdir. Modulda 3 çıxılsın y bərabərdir. Burada y-lə əksərlə istisna edəcək. -2 üstə 6 gələn 4 idi. 4-ü 2 böləndə qalacaq müsbət 2. Biz uşaqlar, mən sizə demişdim ki, modulun içərisində 3 çıxılsın y siz belə y çıxılsın 3 də yaza bilərsiniz. Problem yoxdur. Bu mötərizə kvadrat olanı belədir. Modul 6 ifadə olanı belədir. Normalda mötərizə olsaydı, mötərizə qabağa mənfi çıxmalı idi. Yəni orta çıxma işarəsini saxlayıb həddən yerini dəyişəndə qabağa mənfi çıxmalı idi. Amma moduldan həmişə müsbət çıxır axı. Moduldan həmişə müsbət çıxdığı üçün modul mənfi məhv edir içəridə. Yəni, demirəm, elə yazın həmişə. Yəni belə yaza bilərsiniz yəni. Əlavə məlumat üçün dedim. Modulda müsbət ədədə bərabərdirsə, bir dəfə onu olduğu kimi açırsınız, bir dəfə də əksinə açıb həll edirik. Bu da standart qayda. Görürsüz, burada ədədi silsilə ilə modul tənini birləşdiriblər. Remix isə dediyimiz suallar remix formada düşürəmişə. Görürsüz, remix formada hesablar. Yəni qarışdırsablar. Həm ədədi silsiləni bilməlisiniz burada, həm modul tənini bilməlisiniz. Y1 bərabər olacaq burada 5-ə, Y2 bərabər olacaq müsbət 1-ə. Bizdən də Y-in hansı qiymətlərini deyirdi? O da olacaq 5, 1. 5, 1 yəni cavab olacaq D variantı. Belə. Hər cürə suallara hazır olmaq lazımmış olar. Hər cür. Hər cür. Bunu qoyub da tapmaq lazımdır müəllim. Necə? Yerinə ədəd qoya. O son nəfəsdə olan şeydir. Yəni tapa bilməyən. Belə daha səmərəlidir. Rahat. Bəli, da bu danılmaz bir şeydir. Mən bir şey sizə deyirdim ki, bir var ki, məsəl üçün həyatınızda indi biz həyat yerində yaşayırıq da, toyuğu arxasından düşüb qovub tutasan, toyuq sən nə qədər qovğasan ki, onu tutasan həyatda. Axşamınız xeyir müəllim. Axşam xeyir, xoş gəldin. Hə, bu taktika düzgün taktika deyil da. Toyuğun tıxaniyası səndən güclüdürsə, sənin nəfəsin kəsiləcək, amma toyuq qaçıb çıxıb gedəcək. Bir də var ki, politika işlədəsən, yəni taktika qurasan. Bir dənə otağa ya balaca bir künc yerə dəni tökürsən, toyuq gəlir o dənə üstünə bir dənə torda zaten atırsan, tutursan və də meşğula salıb tutursan. Nəticədə bir torbaya salıb tutursan. Bu taktikadır. Bu da bir taktikadır. Sən seçmə üsulu həmişə yorucu üsuldur. Bir variant qoyub yoxlamaq. Sən o anda gərginin içindəsən. Yəni bir variant qoyub yoxlayasan, gəl, demək A-nı yoxlamasan, B-ni yoxlamasan, C-ni yoxlamasan, gəl ən sonunda D-də çıxmalı cavab. D-yə çatana qədər adam bağır partlayar. Bəlkə səhv deyirəm? Bəli, müəllim düz deyirsiniz. Bəli. Amma müəllim, mən seçmə üsulunu eləmişdim. Məndə A, B, C bu variant C variantına düşmüşdü. Elə üst-üstə gəldi, tez yazdım. Hə. Seçməyini eləmişdim. Heç nə, o çıxış yoludur uşaqlar. Yəni demirəm eləməyin. Çıxış yolu olaraq eləyə bilərsiniz əlbəttə. O da test imtahanında ağlınıza nə üsulu gəlir, o üsulu tətbiq edin. Amma normal qaydada, yəni normal riyaziyyatı öyrənmək istəyirsinizsə, riyaziyyatı qayda qanunlarını çalışma tətbiq etmək istəyirsə, yəni yol budur. Belə. İndi keçək 67-ci suala. Sual 67. 4 pi Bəli. Deyir, iki kürədən birinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin həcmi, məsələn, V1, ikinci kürənin həcmindən V ilə işarə edirik də, bilirsiniz. İkinci kürənin həcmindən 27 dəfə böyük, yəni V2 vursa 27 olur, böyük deyəndə. Sonra deyir ki, birinci kürənin səthinin sahəsinin, ikinci kürənin səthinin sahəsinin neçə dəfə böyük olduğunu tapın. Yəni S1-in S2-dən neçə dəfə böyük olduğunu tapmaq üçün birini digərinə bölməliyik, bərabər sual işarəsinə.
Kürələrin həcm düsturunu bilməliyik biz əvvəlcə. Kürənin həcm düsturu nətərdir? V bərabərdir 3/4 pi r kubudur. Bəs kürənin səthin sahə düsturu nətərdir? S bərabər Kvadrat. 4 pi r kvadrat. Buradan görürük ki, uşaqlar, buradan görürük ki, kürənin həcmi radiusun kubu ilə düz mütənasibdir. Kürənin həcmi, yəni V1-in V2 nisbəti bərabər olacaq R1-in R2 nisbəti nəyi? Kubu. Bir də deyirəm, kürələrin həcmlərin nisbəti gördüyünüz kimi radiusun, yəni öz radiusdan kubu ilə düz asılıdır. Amma səthin sahəsinin radiusu ilə arasında asılıqsa, yəni kürənin səthin sahəsi özünün radiusunun kvadratı ilə düz asılıdır. Ona görə S1-in S2 nisbəti bərabərdir R1-in R2 nisbəti nəyə olur? Kvadrat olur. Burada V1 bərabər V2 vurulsun 27. Bunu gətirib bu düstura yerinə qoysam, bax burada yeni yazsam, V1-in yerinə V2 vurulsun 27 yazsam uşaqlar. Belə. V2-lər burada ixtisar edəcək, qalacaq. Yəni R1-in R2 nisbətinin kubu bərabər nə olacaq? 27. 27 3 kubu deməkdir da. Kubları atsa qüvvətləri. Onda R1-in R2 nisbəti bərabər olacaq nəyə? 3-ə. Bu belə qalsın. İndi səthin sahəsi yazır. S1-in S2 nisbəti bərabər olacaq. Radiusdan nisbətini yerinə gətirib 3 yazsa, 3-ün kvadratı olacaq. Bu da olacaq neçə? 9. Bu məxrəcə 1 yazıb çarpaz vurursaq, S1 bərabər olacaq 9 vurulsa S2. Bu demək ki, əvvəlki kürənin, yəni birinci kürənin səthin sahəsi o biri kürənin, ikinci kürənin səthin sahəsindən 9 dəfə nədir? Böyükdür. Böyükdür. Belə. Cavab olacaq B variantı. B. Başa düşdünüz izahı. Deməli, burada yəni sualın çətinlik dərəcəsini mən nə demək istəyirəm? Görürsünüz, burada həcmlərin nisbəti radiusdan kubu ilə, yəni burada ümumiyyətlə kürələr bir-birinə oxşardır. Kürələr həmişə oxşar bir-birinə. Kürələrin həcmlərinə nisbətdə onların radiusdan nisbətən kubuna bərabərdir. Səthlərin sahəsi isə radiusdan kvadrat nisbətən bərabər. Yəni burada iki şey bilmək lazım idi. Belə. Davam edirik. Keçən növbəti sualımıza. 68. Yazıb ki, mənfi 5,3 kiçik 2 ya da kiçikdir 6 bərabəsinin ən böyük və ən kiçik tam əllərin hasını tapın. Burada da şifahi sualdır. Bunun ən böyük tam əlli sizə neçə olar uşaqlar? 5. 5. 6 daxil deyilsə 5-dir. Ən kiçik tam əlli neçə olacaq? Mənfi 5. Mənfi. Ay son. Bunlar hasını istəyirsə 5-də mənfi 5-ə vuracaqsınız. Olacaq mənfi 25. Yəni cavab olacaq Y variantı. Yəni Y variantı olacaq. Yəni bu stabil, sadə bir sualdır. Yəni çox sadə. Keçək 69-cu suala. 69-cu sual mən siz imtahana getməmişdən qabaq bir şey demişdim. Sizə xatırlayırsınızmı? Deyirdim, 2 yazaq ki burada 2 perpendikulyar müstəvinin birindən 2 sm, digərindən isə 4 sm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. İmtahana getməmişdən bir gün qabaq buna aid bir məsələ demişdim sizə. Müstəvilər bir-birinə perpendikulyar olanda necə çəkin demişdim. Maaş, adi. Notebook dediniz, yəni notebook. Notebookun açılışına oxşur dediniz. 200 bıçaq. Odur da elə. Notebook dediniz, mənim notebookun açılışına oxşur. Dedim, bəli. Bu iki perpendikulyar müstəvini düz bucaq kimi çəkəsiniz. Ola 90 dərəcə bucaqlarını kəsişmirlər. Düz bucaq kimi çəkəsiniz. Bu müstəvin biri olsun alfa müstəvisi, bu olsun B demək müstəvisi. Mən dedim də sizə ki, kitab kimi çəkməyin onu. Bax belə çəkin. Hələ orada biri kör bucaq idi. Kör bucaq idi. Biri də OTK-nın 20 sınavından danışıram mən sizə. Biri də bax belə idi. Dedim uşaqlar, düz bucağını çəkin. İmtahana getməmişdən qabaq. Neysə. Bir dənə nöqtə götürək buradan. Bir də tutaq ki, A nöqtəsi. Deməli, A nöqtəsi, burada müstəvilə qədər məsafələrin söhbət edir. Bunu da göstərək yaşıl rənglə. Bura baxın. Bura qədər məsafə, bir də bu iki müstəvilə qədər məsafə var. Bir də kəsişmə xəttinə qədər məsafə var. Müstəvilin kəsişmə xətti buradır. Bura olsun B, bura 90 dərəcə olur C, burada 90 dərəcə məsafədən söhbət edirsə, bura D. Deməli deyir ki, A nöqtəsi müstəvinin birindən 2 sm məsafədə. Tutaq ki, A-dan D-yə qədər məsafə 2-dir. 2 sm. Sonra digərindən isə 4 sm məsafədədir. Tutaq ki, A-dan C-yə qədər məsafədə olacaq 4 sm.
Deyir ki, e, bu nöqtədən A nöqtəsindən kəsişmə xəttinə qədər məsafə, yəni B nöqtəsinə qədər məsafəni tapmalıyıq. Bura x. Burada görürsünüz ki, düzbucağı üçbucağı yarandı da, düzdürmü? Yuxarı 2-dirsə, burada 2 olacaq. Çünki burada BDAC düzbucaqlıdır. Düzbucağın qarşı-qarşıya duran tərəflər bərabər. Burada 4-dürsə, məsələn, burada 4-dür. Burada artıq Pifaqor teoremi tətbiq edib biz x-i tapa bilərik. Yəni hipotenuzun kvadrat bərabərdir. Katetlərin kvadratları cəminə. O da olacaq 16 plus 4 20 edəcək. X-ə bərabər olacaq kökdə 20-yə. 2 kökdən. Ay sağ. Bu da olacaq isə 2 kökdə 5. Vəssalam. Ben de. Yani bunu yazamamış. Yaza bilməmsən? Bəli, o dedimi elə belə özüm işləmişdim, Ha, yazamadım. bunu yazmalıydım bu həqiqət. Bunu mən sizə dedim. Özü imtahana bir gün qabaq. Mələk yazmışdım bunu. Bəli, müəllim düz yazıb. Qəşəng. Əla bax. Görürsüz, oxşar suallar gəlib düşür imtahana. Keçdik növbəti 70-ci suala. Bəli, dimdən bir dənə sual elə tam düşüb. Elə salırlar da, çünki dimin suallar, özləri salırlar ki, yəni arş olar. Yəni başınızı ora-bura qatışdırmayın. Dim test o bilsə nə deməkdir? Yəni dim test topusunu işləsə sizə bəsdir. Sonra vaxtınız çatarsa əlavə güvən işləyin, başqa digər kitablar işləyin, MHM kitablarını işləyin. Amma birinci dimdir. Onu demək istəyirsə. Bu dimin imtahanı. X iştirik bərabər x plus 4, y iştirik bərabər y plus 1 düsturla verilən paralel köçürmədə A mənfi 3 2 nöqtəsi deyir, hansı nöqtəyə keçər? A iştirik olsun x, y. Burada 4 ilə, bax uşaqlar, 4 ilə bir paralel köçürmənin addımlarıdır. Yəni x iştiriki almaq üçün bu x-i 4 addım sürüşdürmək lazımdır sağa. Y iştiriki almaq üçün bu y iştirik, x iştirik, y iştirik. Y iştiriki almaq üçün y-i üzərinə bir gəlmək lazımdır. Bu düsturaya əsasən yazırıq. Düsturaya özü verib də deyir ki, həll elə. Demək, x iştirik bərabər olacaq. X-in yerinə yazacaq mənfi 3. Bax, bu düsturaya əsasən yazıram. Bax, görürsünüz, plus 4. O da olacaq 1. Yəni, bura olacaq 1. Sonra y iştirik də bərabərdir. Y plus 1-dir. İndi bu düstura görə yazıram. Y-in yerinə yazıram. 2 plus 1. Neçə edir? 3. Deməli, burada olacaq 3. Deməli, A mənfi 3 nöqtəsi A 1 3 nöqtəsini keçəcək. Yəni, cavab olacaq Y variantı. Yəni, bu da sadə sual, standart sual. Yəni, siz qeyri-adi bir sual deyil. Yəni, bunu yazmamaq da eyibdir. Bu yaza bilmirsənsə, deməli, sən ümumiyyətlə paralel köçürmədən xəbərin yoxdur. Yəni, bu heç kim deyənməz ki, bu çətin sualdır. Heç kim deyənməz, ha. Bu rahat idi. Bəli, rahat sualdır. Yəni, standart sadə bir sual. Addımları özü verib, daha az qala deyək ki, bəlkə sizin yerinizə özüm həll edeyim. Keçdik 71-ə. 71 də sadə sualdır. Yəni, burada düstur bilmək lazımdır. Deyək, diagonalların sayı 9 olan qabarıq çoxbucağın tərəfən sayını tapın. Siz qabarıq çoxbucağın diagonal sayını düsturunu bilirsinizmi? Kim deyər? En vurulsun, en En sıkılsın. vurulsun, en en vurulsun vurulsun. bölünsün 2. Ay sağ ol, vəssalam. 9-a bərabərdir. En də bu da tərəflərin sayıdır. Tapacaqsınız. N kvadrat çıxılsın 3n, çıx 18. Bunu çarpaz vurub keçəcək bu tərəfə. Bərabər 18. Biraz tez yazın. Bu da n dəyişən asıl çevrilmiş kvadrat ənlidir. Köklər cəmi olmalıdır 3. Əks işarə ikinci əmsala. V teoreminə görə. Köklər hasılı olmalıdır mənfi 18. Sizcə hansılar olar? 6 ilə mənfi 3. Ay sağ ol. 6 mənfi 3. Biz də bilirik ki, say mənfi ola bilməz. Olmaz. N olacaq 6. Çoxbucağın tərəflərinin sayını istəyir. Yəni n istəyir, o da olacaq 6. Cavab D-bəndir. Bu PDF kim yazıbsa tutub yazıb 9. Görürsünüz, bu adam deməli, bu kimdirsə, bu adam deməli, ümumiyyətlə dərsdən xəbəri yoxdur. Yəni, belə uşağa o qədər dua edək. Dünya 1000 dənə mələyi yığıb gəlsə, yenə xeyri yoxdur. Oxumaq lazımdır da, yəni. 72-ci sual. Bu da sadə sual uşaqlar. Həqiqətən, o boyda loqaritm işlə, gəlsin sadə sual düşsün. Keçən dəfəki loqaritma, 2 marta düşən loqaritma, bu loqaritmanın çətini idi. Gəlin düz. Ha, o çətin idi. Bu çox Ay, rahat. amma görürsünüz bu nə də sadə saatlar. İfadəsini qiymət tapın. Burada nə var ki? Burada yuxarı kvadrat, Yani bu çok düzdürmü? Kvadrat fərqində düzdür. 14 çıxılsın. Lap Bəli. düstura yaza bilirsən. 196-dan 10 çıxanda qalır neçə? 96 daha. Ya da belə yaza bilər ki, 14 son vurulsun, 14 Bəli, son kvadrat bölünsün fərqi üstünə tətbiq edərsən, amma rahat bir şeylər. 14-ün kvadratı 196 eləyir, əzbərə bilirik. Çıxılsın, onun kvadratı 100 eləyir. Çıxanda 96 qalır. Bunu bilməyən adam yoxdur ki. 1, bu da qalacaq 4 ixtisa gedəndə. Yəni, bu da olacaq loqaritma 2 əsasdan 4. Bu da olacaq loqaritma 2 əsasdan 4-ün yerinə yazıram 2-nin kvadratı. Bu 2 də qarşıya çıxacaq belə. Yəni, 2 vurulsun loqaritma 2 əsasdan 2. Və açıq aydın yazıram. Bunun qiyməti 1 eləyir.
Qalır 2 təkcə. Loqaritmik əsası 2 1-ə bərabərdir. Yəni cavab 2 olacaq, yəni cavab C bəndi. Tutub yazıblar -2. Bu ayıbdır. Həqiqətən ayıb. Demək sən heç abituriyent deyilsən. Sonra keçdik 73-cü suala. 73-cü sual. Bu da rahat sual. Keçən dəfəki trigonometriya deyərəm ki, bundan çətin idi. Burada nə yazır? Deyir, A parametrin hansı qiymətlərində? A parametrin hansı qiymətlərində? Sinus x bərabərdir. A çıxsın 1 bölünsün 2. Tənlin həlli var. Mən sizə həm Mənfi bir bir sinus və kosinus funksiyaların ən böyük qiymət nə idi uşaqlar? Ən böyük mənfi bir bir. ən böyük qiymət 1-dir, ən kiçik qiymət -1-dir. Bu həmçinin kosinus üstünə keçərli idi. Düzdürmü? Sinus x-in yerinə gətir. Bunu əsasən sinus x nəyə bərabər? A çıxsın 1 bölünsün 2-yə bərabərdir. Gətir burada sinus x-in yerinə A çıxsın 1 bölünsün 2 yaza bilərəmmi? İkisi bərabər 1, böyük bərabər -1. 2-yə vurub məxrəcdən azad edərəm. -2 ikisi bərabər olar. Hamısını 2-yə vururam. İkisi bərabər 2. Sonra -1 həm sağa keçirəm, həm sola. Ona 2 plus 1 bura olacaq. -2 üstəgələ 1 də bura olacaq. Bu olacaq -1 ikisi bərabər A, bu da ikisi bərabər olacaq 3. Demək A hansı aralıqdadır? -1 3 aralığındadır. Yəni A daxildir, interval şəklində yazsaq -1 3 olacaq. İkisi də daxildir. Ya, bu sualı yazmamaq eyibdir. Heç tənlik yoxdur. Burada heç işdən yoxdur. Sadəcə sizdən sinus x funksiyasının ən böyük, ən kiçik qiymətini soruşur. Deyir, görə bilirmi? Yəni bu test topusunda bunlara sual var. Mütləq var. Mən dəfələrlə görmüşəm. Özdə çox sadə. Buna görə demə biz iraq bildirə bilmərik. Həqiqətən biabırçılıqdır. Bu yazan adam da yazıb. 73 sual düz yazıb. Kim yazıbsa. D variantı. Keçdik 74-cü suala. Uyğun tərəfə Bu da asan. bu da asan. Uyğun tərəfə paralel olan iki bucaqdan birinin o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcəsini tapın. Bizim də qaydamız var ki, uşaqlar. Uyğun tərəflə paralel olan bucaqlar eyni adlı bucaqlarsa bir-birinə bərabərdir. Müxtəlif adlı bucaqlarsa cəmləri nəyə bərabərdir? 180 dərəcəyə. 180. Ya demək bunlar bir-birinə bərabər deyil. Bir-birinə bərabər olsaydı, biri digəri niyə 80% olur ki? İndi mən o şəklini lap çəkərəm, sizə lap əyani olaraq görəsiniz deyə. Bax, uyğun tərəf, bunlar demək eyni adlı deyil də, müxtəlif adlı bucaqlardır. Bax, biri elə bir ki, iti bucaq budur, uşaqlar. Bu iti bucaqdır, elə. O biri kör bucaqdır. O birinin tərəfləri bunun tərəfindən paraleldir, bax belə. Yəni, yaxşı olmalı. Bax, belə, bu formadadır. Adlandırsam, A, bax, B, C. ABC bucağı budur uşaqlar. Bunun bucağı olsun alfa bura. O bir bucaqda olsun D, Y, K bucağı. Bax bu bucaqda olsun beta, kör bucaq. Bax görürsünüzmü? BA tərəfi paraleldir YK tərəfinə. Sonra DY tərəfi, BC tərəfi də paraleldir DY tərəfinə. Görürsünüz uyğun tərəfə paraleldir. Ona və biri alfa iti bucaqdır, bu beta kör bucaq. Müxtəlif adlı bucaqlar olduğu üçün alfa ilə betanın cəmi neçə dərəcə bərabərdir? 180 dərəcə bərabərdir. Yəni müxtəlif adlı bucaqlar. Və bizə nə soruşur? Deyir, biri digərin 80%-dir. Yəni alfa betanın 80% olacaq da. Çünki alfa balacadır axı. Alfa balaca olan betanın 80. Alfa bərabər olacaq betanın 80%. Yəni beta vurulsun 80% bölünsün 100%. O da alfa bərabər olacaq 0,8 beta. Bu alfanın qiymətini gətirib burada yerinə qoysaq 0,8 beta üstə gələk beta bərabərdir 180 dərəcə. Bunlar toplayanda 1,8 beta bərabərdir 180 dərəcə edir. Beta da bərabərdir 180 dərəcəni bura böləndə ikisini ona vursam bu olacaq 1800 dərəcə bölünsün 18. Bu da olacaq 100 dərəcə. Beta oldu 100 dərəcə, alfanı tapmaq da rahatdır. Bu tənlikdən 180-dən elə 100-ü çıxsam alfa da olacaq 80 dərəcə. Bizə nə soruşur? Böyük bucağın dərəcə ölçüsünü istəyir, o da olacaq 100 dərəcə. Yəni cavabımız 100 dərəcə olmalıdır. Bu sualın balını bilirsiniz neçə bal verir? Yox. Bilmirəm uşaqlar, mən yenə deyirəm, balları dəqiq bilmirəm. Mən ancaq sayı işləyirəm. Deyirəm ki, məsələn 20-dən yuxarı yaz, 23 yaz, 24 yaz, belə sayla. Bal hesablamıram mən. Sonra keçdik 75-ə. Yəni başa düşdüyünüzdə şəkli çəkdim, hər şeyi ortada göstərdim sizə. Məncə burada da anlaşılmaz bir şey ola bilməz, inanmıram. Davam edək, keçək 75-ci suala. 75-ci sual, bəli, keçən dəfəki kompleks ədədlərə düşən sualla bağlı çətin sualdır.
Z1 bərabərdir. 9 çıxılsın. X vurulsun i üstü 5. 4-ə bölürük də üstlərini, sonra sadələşdirib tapırıq da Bəli, sonra. mütləq. Z2 bərabər olacaq. Y plus 6 vurulsun i üstü 35. Deyir ki, bunlar qoşma kompleks ədədlər olarsa, məsələn, Z1 bərabərdir, məsələn, Z2 üstü xəttə. Bunlar qoşma kompleks ədədlər olarsa deyir, və bərabər yox əslində, üzr istəyirəm, mən bərabər yazmaqla səhv görürəm. Bax, Z1 və Z2 nədir? Qoşma kompleks ədədlərdir. Kompleks. Nəsə. Sonra deyir ki, X və Y həqiqi ədədlərin cəmini tapın. Tapacaq. Birinci bəli, yoldaşınız demişdən sadələşdirəcək. Z1 bərabərdir. 9 çıxılsın. I üstü 5. I-ni 4-ə bölürük. Biz bilirik ki, I-nin qüvvətlərini hesablayanda 4-ə bölüb qalağı hesablayırıq. 5-ə böləndə qalaq qalacaq 1. 5-i 4-ə böləndə, yenə deyirəm, 1 düşür. Qalaqdan qalır 1. Qalaq lazım bizə. I üstü 1 deyil, I edəcək. Yəni, X vurulsun, I qalacaq bu. Keçdik o birindən. Z2 də bərabərdir. Y üstə gələk. 6 i üstü 35. 35-i burada 4-ə bölürəm. 8 dəfə düşür. 8 4-ün 32 eləyir. Düzdürmü? Qalır 3. Deməli, burada elə bir ki, i kubu qalır. I üstü 35, yəni oldu nəyə? I kubu. I kubu da nə deməkdir uşaqlar? I kvadratı vurulsun, i deməkdir. I kvadrat -1-ə bərabərdir. -1-i i-yə vuran olacaq mənfi nə? I. Yəni, burada plus yox, çıxal olacaq artıq. Buranı silək. Bir dəqiqə. Burada olacaq, bura mənfi i. Hə. Yəni, çıxaq. Bura i üstü 35 də nəyə bərabər oldu? Mənfi i bərabər olduğu üçün olacaq -6 i. Və biz bilirik ki, qoşma kompleks ədədlər nədir? Z bərabər A plus B idisə, Z xətt, onun qoşması olmalıdır. A çıxsın B. Gördüyünüz kimi, burada fərqli olan nədir? İ-lərin, yəni xəyali hissələrin əmsalları əks işarəlidir. Burada amma həqiqi hissələr görürsünüz ki, sizə bir-biri nədir? Həqiqi hissələr eyni olmaqdan işarəcə bir-birinə bərabərdir. Deməli, burada 9 Y-ə bərabər olacaq. 9, yəni Y bərabər olacaq 9-a. Bu belə qutardı. Bunlar isə əks işarən olmalıdır bir-birinə bərabər. Burada məsələn, B -B-yə bərabər olmaz axı. B B-yə bərabər olar da. Ona görə birini mənfini atırsınız. Birini saxlayırsınız mənfini, birini atırsınız. Yəni, mənfi X bərabər olacaq müsbət 6-ya. Bunlara görə işləyəndə. X-ə bərabər olacaq mənfi 6-ya. Yəni, burada diqqətli olmalısınız. Birinin işarəsi dəyişməlidir. Bunların cəmi istəyir X plus Y cəmini. O da olacaq 9 da gələk mənfi 6. O da olacaq neçə? Müsbət 3. Belə. Yəni, bu, orada həqiqətən çox çaşdırıcı bir an var. Hər uşaq o anı tuta bilmir. Çaşdırıcı an nədir? Qoşma kompleks ədədlərdə həqiqi hissələrin əmsalı bərabərdir. Amma xəyali hissələrin əmsaları isə əks işarə ilə bir-birinə bərabərdir. O anı hər adam yadda saxlaya bilmir. Mən neçə dəfə müşahidə eləmişəm, görmüşəm vəziyyəti. Davam edək uşaqlar, keçək. Aydındır izah, yoxsa aydın olmadı mı? Uşaqlar, Aydındır müəllim. aydındır. Davam edək. Sonra keçdik 76-ya. Bu 75 idi. Hə, 76-ya keçək. Bəli. Trigonometriya aid sualdır. Yəni, bu da elə çətin sual deyil. Əsas eynlərlə bağlı sual. 4 vurulsun sinus kvadratı. Alfa çıxılsın. Tanins kvadrat yazılır alfa plus 1. Bir bölgü kvadrat alfa deməkdir. A sağ düz plus 20 çarpma burada yazıram. 4 vurulsun kosinus kvadrat alfa. Deyir, bu ifadəni sadələşdirin. Bəli, yoldaşınız düz dedi. Dedi ki, mən bu tanins kvadrat alfa plus 1, yəni 1 plus tanins kvadrat alfanın biz əsas eyni olduğunu bilirik. Bu da bərabər 1 bölünsün kosinus kvadrat alfa. Bərabər buradan qoyum da davam edeyim. 4 vurulsun sinus kvadrat alfa çıx. Bunun yerinə yazırıq 1 bölünsün kosinus kvadratı alfa vurulsun kosinus kvadrat alfa plus 4 kosinus kvadratı alfa. Bunlar burada x-a gedir. Bəli. Burada qalacaq 4 sinus kvadrat alfa plus bu 4 kosinus kvadrat alfa bundan yaxınlaşdıraq. Bunlar x-a gedəndən sonra burada yerinə qalacaq -1. Bundan sonra bərabər bunlar hər ikisindən 4-ə orta vuruş çıxarsaq 4 vurulsun mötərizə sinus kvadrat alfa plus kosinus kvadratı nə? Alfa. Çıx 1. Bu da bərabər. Sinus kvadrat alfa plus kosinus kvadrat alfa nəyə bərabərdir? O da əsas eyninə görə 1-ə bərabər. 4 vurulsun 1 çıx 1, o da olacaq 3. Yəni cavab olacaq 3 uşaqlar.
Ya bu da çətin sual deyil. Yəni kim bilsə ki, çətindir, deməli o adamın ümumiyyətlə trigonometriyadan xəbəri yoxdur. O demək. Keçən səfər tənlik düşmüş. Keçən dəfə təyin düşmüşdü, bəli. İndi funksiya. Tənlik maraqlı. İndi hər tərəfli olmaq lazımdır uşaqlar. Görürsünüz, yəni din deyir ki, mən hər yerdən sual sala bilərəm. Sizin işiniz hər tərəfi öyrənməkdir. Bir tərəfi salmır yəni. Keçdik növbəti 77-ci suala. Sual 77. 3 vurulsun 502 üstə gələk 502 plus 1 bərabər 200. Bu tənliyi həll edin. Bu da sadə tənlikdir. Üstü tənlik var sual. 3 vurulsun 500x qalsın burada. Plus 500x plus 1-i parçalayırıq. Hissələr ayırıq daha doğrusu. 500x vurulsun 501 deməkdir də bu. Bu əvvəl belə olubdu. Burada hər ikisindən 500x-i orta vuru çıxarsa, qalacaq 3 plus nə? 5 bərabər 200. 500x vurulsun. Bu 8 idi bərabər 200-ə. 500x bərabər olacaq. 208-i böləndən neçə çıxır? 25. 25 də 5-in kvadratı deməkdir. Əsaslar bərabər deyil. Əsaslar at geçsin. Onda qüvvə üstə bərabər olacaq. X də bərabər olacaq ki, bu ən sadə üstü tənlik. Yəni normal test işləyən uşaq bu çalışma yaza bilir. Yəni cavab 2 olacaq. Varmı burada bir problem? Yəni burada sizə çətin gələn, sizə qaranlıq qalan bir problem varmı? Rahat idi. Qaranlıq deyil. Uşaqlar vaxtımız az qaldı. Çıxaq təzədən qoşulaq. 78-ci sualdan davam edəcəyik. Ya Allah.